Xəbər verdiyimiz kimi Cəlilabad rayonunun Üçtəpə kəndində 22 yaşlı Şükran İsayeva dəm qazından boğularaq dünyasını dəyişib. Doğru Xəbər Azərbaycanın əldə etdiyi yeni məlumata görə Şükran tibb təhsilli idi. O ötən ildən yaşadığı Üçtəpə kəndində tibb bacısı kimi fəaliyyət göstərirdi. Bərdədə əməkdar müəllim vəfat edib. Bu barədə Bərdə şəhər Nizami Gəncəvi adına 2 nömrəli Beynəlmiləl Tam Orta Məktəbi məlumat yayıb. Bildirilib ki, uzun illər akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki Fənlər Təmayüllü liseydə fəaliyyət göstərmiş, son dövrlərdə isə fəaliyyətini Nizami Gəncəvi adına 2 nömrəli Beynəlmiləl Tam Orta Məktəbdə davam etdirən əməkdar müəllim Mehdiyeva Püstə Tahir qızı ötən gün dünyasını dəyişib. Yanvarın 5-i Salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotoları yayılıb. Faciəvi şəkildə həlak olan sürücü 32 yaşlı Coşqun Məmmədov, sərnişinləri 60 yaşlı Vüqar İmanov və onun 36 yaşlı oğlu Tərlandır. Qeyd edək ki, hadisə vaxtı taksi sürücüsü Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini Coşqun Məmmədovun idarə etdiyi Mercedes markalı minik avtomobili eyni markalı digər maşınla toqquşub. Bildirilib ki, Məmmədov Moskvada yaşayan və yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geri dönüş üçün Bakı aeroportuna aparılmış. Həmin vaxt Vüqarın oğlu Tərlan İmanov da onları müşayiət edilmiş. İmanov Sabirabadın Çiçəklik kənd orta məktəbində müəllim işləyirmiş. Allah rəhmət eləsin.